Bəli, dəyərli tamaşaçılarımız, Günaydın proqramı qaldığı yerdən öz işini davam etdirir və proqramımızın əvvəlində də mən qeyd etmişdim ki, bugün Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Önəmli bir mövzudur. Elə mövzunun aktuallığını önəmli nəzərə alaraq biz studiyamıza qonaq dəvət etmişik. Qonağımızı vaxt itirmədən təqdim etmək istəyirəm. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Orxan Orucov. Xoş gördük. Xoş gördük. Və az öncə də qeyd etdiyim kimi bugün Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur və bugünün təsis olunmasındakı məqsəddən ilk olaraq biz danışaq. Buyurun. Çox sağ olun, təşəkkür edirəm ilk öncə dəvət üçün. Sizin də qeyd etdiyiniz kimi bugün 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Həmin günün tarixçəsi haqqında qısa məlumat vermək istəyirəm. Ümumdünya Qida Təhlükəsizliyi Günü BMT-nin tərəfindən 2018-ci il 20 dekabr tarixli qərarı ilə təsis edilmişdi. Burada təsis olunmaqda əsas məqsəd qida sahəsindəki risklərdən dolayı insanların həyat və sağlamlığına göstərilən təsirdən əlavə, həm də dünya iqtisadiyyatına ümumi mənfi təsirə diqqəti cəlb etməkdən ibarətdir. Ümumdünya Qida Təhlükəsizliyi Günü BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Codex Alimentarius Komissiyası tərəfindən birgə qeyd olunur. Və həmin günlə əlaqədar olaraq artıq və bu birgə qəbul olunmuş konsepsiyadan irəli gələn məsələlərlə bağlı dünyanın 190-a yaxın ölkəsi beynəlxalq komitələr, komissiyalar tərəfindən qəbul olunmuş və tətbiq olunan standartlar, normalar, qaydalar çərçivəsində bir-biri ilə əməkdaşlıq edirlər. Burada əsas məqsəd qida təhlükəsizliyinin təmin olunması, insanların sağlam yaşaması və qeyd etdiyim kimi dünya iqtisadiyyatına vurulan zərərləri minimuma endirməsindən ibarətdir. Qida təhlükəsizliyinin təmin olunmasında əsas bu il daha çox önə çəkilir elmi və innovativ yanaşmaların tətbiq olunması. Belə ki, biz qida təhlükəsizliyindən danışdıqda əsas yaddan çıxarmamalıyıq ki, biz burada bitki və heyvan sağlamlığına da nəzər yetirmək lazımdır. Əgər nəzərə alsaq ki, qida məhsullarının xam malını bitki və heyvan mənşəli məhsullar təşkil edir, o zaman burada bir ümumi yanaşma, tənzimləmə mexanizmini qurmaq lazımdır. Bunun üçün də artıq dünyada vahid sağlamlıq konsepsiyası qəbul olunub və tətbiq olunmaqdadır. Bu konsepsiyanın tətbiq olunmasında artıq ölkəmizdə də Aidiyyatı Qurumlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müxtəlif sayda tədbirlər həyata keçirilir və işlər görülməkdədir. Ümumiyyətlə bu sahədə qida təhlükəsizliyi sahəsində vahid konsepsiyada nəzərə alınmaqla bu sahədə vahid dövlət siyasəti həyata keçirilir və nəzarət tədbirləri həyata keçirilir. Və burada mən qeyd etdim, 3 əsas istiqamət ki var: qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsi. Və bunların ortaq mühiti də sağlam olmalıdır. Yəni biz buna ekosistem deyirik. Ekosistemin də sağlamlığı əlbəttə ki, sonda qida təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarır. Əslində çox önəmli bir mövzudur. Qida təhlükəsizliyi, ümumiyyətlə qidalarla bağlı zəhərlənmələr də biz bilirik ki, son dönəmlərdə aktual məsələlərdən, mövzulardan biridir və hər kəsi narahat edir. Ancaq sizdən öncə də bizim studiyamızın qonaqları oldu. Naxçıvan Dövlət Universitetində organik məhsulların ümumiyyətlə hazırlanmasına qədərki proseslə bağlı biz professor heyəti ilə görüşdük. Çox maraqlı bir mövzudur və deyərdim ki, birbaşa sizin də sahəni əhatə edir. Ümumiyyətlə agentlik tərəfindən qida məhsullarının keyfiyyətinin, ümumiyyətlə təhlükəsizliyinin təmin olunması istiqamətində hansı işlər görülür və nəticə olaraq əldə edə bilirikmi biz yaxşı nəticəni? Çox maraqlı sualdır. Bu Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əlbəttə ki, burada tənzimləmə və nəzarət funksiyası həyata keçirilir. Bizim əsas fəaliyyət istiqaməti 3 istiqamətdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı istiqamətindədir və bu fəaliyyət istiqamətindən irəli gələn müxtəlif hüquq və vəzifələrimiz var agentlik olaraq. Bu vəzifələrin yerinə yetirilməsi üçün müxtəlif layihələr mövcuddur və bu layihələr çərçivəsində, eləcə də qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Ümumiyyətlə, dövlət nəzarət tədbirləri qida təhlükəsizliyi sahəsində təftiş, yoxlama, reyd, monitorinqlərdən ibarətdir və yoxlamalar da plan və plandan kənar olmaqla 2 yerə ayrılır.
Və ümumilikdə qida məhsullarının keyfiyyətinə nəzarət etmək məqsədi ilə biz müxtəlif növ nəzarət tədbirləri həyata keçirmişik. Artıq 2024-cü ildən bilirsiniz ki, Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi gənc qurumlardan biridir. 2 ildir fəaliyyət göstərir. Ümumiyyətlə, ölkə üzrə Qida Təhlükəsizliyi Agentliyində elə bir uzun bir yol keçməyib. Hələ ki, 8-ci ildədir, amma çox böyük işlər görülübdür müxtəlif respublikada bununla bağlı. Nəzarət tədbirləri çərçivəsində əlbəttə ki, həm burada yerli istehsal olsun, idxal məhsulları olsun, ixrac məhsulları olsun, bunlar hansı ayrı-ayrı prosedurlardır. Məhsulların nümunələrinin laboratoriyaya cəlb olunması olsun. Qeyd edim ki, bizim agentliyin tərkibində Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi fəaliyyət göstərir və institutun da özü də laboratoriyalar fəaliyyət göstərir. Qida sahəsində baytarlıq və fitosanitar istiqaməti üzrə laboratoriyalar var. Eləcə də orada sahibkarların, vətəndaşların maarifləndirilməsi üçün fəaliyyət göstərən müxtəlif struktur bölmələr, şöbələr, sektorlar fəaliyyət göstərir. Ümumilikdə aparılan bu işlər çərçivəsində artıq biz insan həyat və sağlamlığına təhlükə yaradan xeyli sayda tonlarla məhsulları biz dövriyyədən kənarlaşdırmışıq. Həm bu 2024-cü il ərzində oldu, biz bunu media vasitəsilə də studiyamızın qonağı da olmuşdu, hətta mövzu ilə əlaqəli olaraq. Həm də artıq cari il ərzində də bu fəaliyyət davam etdirilir. Mən qeyd edim ki, yer gəlmişkən 30 mindən artıq ədəd, 6 tondan artıq yararsız qida məhsulu məhv edilmişdi. Eləcə də 500-dən artıq yenə də ədəd olaraq məhsullar, həmin kiloqramda olan 530-40 təqribən hazırki rəqəmlər belədir. Yararsız qida məhsulları utilizasiya edilmişdi. Dövlət nəzarət tədbirləri zamanı utilizasiya artıq onun təyinatını dəyişdirilib. Heyvan və digər qidalanma məqsədindən istifadə olunur və nəzarət tədbirləri davam etdirilir. Bu bütün nəzarət tədbirləri qida zəncirində fəaliyyət göstərən subyektlərdə, obyektlərdə aparılır. Qida zənciri bilir ki, ilkin istehsaldan, yəni bitkilərin əkilməsindən, heyvanların yetişdirilməsindən ta ki, onlardan alınan məhsullar ki, hansı ki, qida zənciri mərhələsi ilə hərəkət edir, istehlakçıya doğru zəncirin bütün mərhələlərində həyata keçirilir. Bu, ilkin istehsal, emal olmuş məhsulların topdan satış müəssisələri, ticarət obyektləri, sonra ictimai yaşam müəssisələri, hansı ki, ora şadlıq sarayları, restoranlar, kafelər, çayxanalar, dönərxanalar və digər sahələr aiddir. Bütün istiqamətdə nəzarət tədbirləri həyata keçirilir. Təbii ki, uyğunsuzluqlar aşkarlanır. Uyğunsuzluqlar aşkarlanmış müəssisələr, obyektlər və subyektlər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir. Bu qədər nəzarət var, sizin də qeyd etdiyiniz kimi işlər görülür. Bəs niyə tam olaraq qarşısı alına bilmir? Bilirsiniz, nə qədər ki, obyekt var, qida obyekti var, qida subyekti var. Yəni bu boşluq nədən yaranır? Boşluq subyektlər tərəfindən, qida subyektləri tərəfindən biraz səhlənkar yanaşmadan irəli gəlir. Çünki biz agentlik olaraq yarandığımız gündən etibarən maarifləndirmə işlərini öncə başladıq. Çünki bu sahədə yeni fəaliyyət göstərən subyektlər də var, məlumatsızdırlar. Bu barədə belə savadlığın artırılması əsas şərtlərdən maarifləndirməni həyata keçirdik. Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərini özündə əks etdirən bildirişlər hazırlandı, məktublar hazırlandı. Artıq yenə də qəbul olunur yeni məhsullarla bağlı, proseslərlə bağlı normativ hüquqi aktlar qəbul olunur. Hər qəbul olunduqca da biz həmin sənədləri subyektlərə təqdim edirik. Məktublar, bildirişlər vasitəsilə. Onlara bizim institut tərəfindən təlimlər keçirilir. Davamlı olaraq kütləvi informasiya vasitələrində, istər Naxçıvan televiziyasında olsun, istər radiosunda olsun, mediada aparılır maarifləndirmə işləri. Həm də yerlərdə görüş keçirilir obyektlərdə. Lakin bəzən görürük ki, ciddi yanaşmayan şəxslərdə, artıq obyektlərində sonradan problemlər üzə çıxır. Çünki orada verilən tapşırıqları belə deyək, yerinə yetirməyəndə tapşırıqlar bir neçə istiqamətdə olur. Həm işçilərə olan tələblər var, qida obyektinin özünə olan tələblər var, alət və avadanlıqlara olan tələblər var, sanitar, gigiyenik
tələblər var. Bunların hamısı qida obyektləri tərəfindən yerinə yetirilməlidir. Yerinə yetirilməyəndə və temperatur rejiminə əməl olunmayanda artıq yay mövsümünü yaşayırıq. Əlbəttə ki, kütləvi qida zəhərlənmələrinə qədər gətirib çıxara bilir. Son dönəmlərdə də artıq bu aktual oldu. Bəli, havalar isindikcə artıq bu problemlər təəssüflər olsun ki, özünü göstərməkdədir. Ancaq yay mövsümünə sizin də qeyd etdiyiniz kimi yaxınlaşıq və bu mövsümdə də təəssüflər olsun ki, qida zəhərlənmələri ilə bağlı problemlər özünü göstərməkdə olur hər zaman. Bəs bunun üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü? Əlbəttə, biz artıq plan üzrə hazırlanmış və təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq, mövsümlə əlaqədar olaraq, xüsusi spesifik məhsullar var ki, onlara daha çox nəzarət tədbirləri, məsələn, yay mövsümündə dönərlər, dondurmalar, bostan məhsulları, tərəvəz məhsulları, ət və ət məhsulları, süd və süd məhsullarının satışı, istehlakı, ticarət obyektlərində, emal müəssisələrində daha sıx nəzarət tədbirləri həyata keçirilir. Çünki bunlar riskli məhsullar sayılır. Ət və süd məhsulları, balıq məhsulları və temperatur yüksəldikcə həmin məhsullarda belə deyək, çirklənmə riski yaranır və mikroorqanizmlərin üçün mühit yaranır və bu da nəticədə zəhərlənməyə gətirib çıxarır. Davamlı olaraq biz həmin dondurma yerli istehsal emal müəssisələrində monitorinqlər aparılır, nümunələr seçilir, institutun müvafiq laboratoriyasına təqdim olunur. Eyni zamanda da paralel olaraq Muxtar Respublikaya idxal olunan sözügedən məhsullara nəzarət olunur. Bizim aidiyyatı struktur bölməmiz var, idxal-ixraca nəzarət sektoru. Həm biçicilik məhsulları olsun, heyvandarlıq məhsulları ilə yanaşı qida məhsullarına birbaşa artıq emal olunub, qablaşdırılmış məhsullara nəzarət həyata keçirilir. Laborator müayinələr cəlb olunur. Uyğunsuzluq aşkar olunan zaman qanunvericiliyə uyğun olaraq ya məhsul məhv olunur, ya da ki, əgər utilizasiya mümkündürsə, təyinatını dəyişdirib digər məqsədlər üçün istifadə olunması mümkündürsə, utilizasiya qərarı verilir. Və artıq söhbətimizi yekunlaşdırırıq. Təbii ki, önəmli bir gündür. Mən söhbətimizin əvvəlində də qeyd etdim, önəmli bir mövzudur. Bu arada sizi də bütün heyəti təbrik edirəm. Gün münasibəti ilə işlərinizdə uğurlar arzu edirəm. Və son olaraq vurğulamaq istədiyiniz nüans vardısa, bildirmək istədiyiniz fikir vardısa səsləndirə bilərsiniz. Bir daha fürsətdən istifadə edirəm və buradan qida obyektlərinə, eləcə də istehlakçılara da üzümü tuturam ki, qida məhsullarının istehlakı zamanı, həm də onun təqdimatı zamanı diqqətli olsunlar, qida təhlükəsizliyi sahəsindəki texniki normativ hüquqi haqların tələblərinə əməl etsinlər və hər birinə sağlam qidalanma, sağlam həyat arzulayır. Təşəkkür edirik, çox sağ olun. Sağ olun, təşəkkür. Değerli dostlar, artıq söhbətimizi yekunlaşdırırıq. Biz qısa fasilənin ardınca isə davam edəcəyik maraqlı informasiyalar.